Hər birinizə salamlar. Bu video sosial mediada işləyən hər kəs üçündür. Yəni Instagram, Facebook, TikTok, Twitter və sair platformalar. Əgər siz də bu kimi platformalarda çalışırsınızsa və kontent yaradırsınızsa, bu videoda sizə bu platformalardan necə əlavə gəlir qazana biləcəyinizi göstərəcəm. Sizin tək ehtiyacınız olan Monetag-dən istifadə etməkdir və oradakı Smart Link özəlliyi vasitəsilə gətirdiyiniz trafikə görə reklam göstərərək qazanc əldə etməkdir. Əgər detallar maraqlıdırsa, indi isə gəlin baxaq görək bunu necə edilir. Ekranda hal-hazırda Monetag-ı görürsüz, yəni bəhs etdiyim platformanı görürsüz. Buradakı Smart Link özəlliyi ona imkan verir ki, biz izləyicilərimizi, yəni müştərilərimizi ən yaxşı xidmətlərə, yəni ən yaxşı təkliflərə götürək. Və insanlar bizim linklərdən istifadə etdikcə onlara reklamlar çıxır və həmin reklamların kliklənməsindən və yaxud izlənməsindən də biz gəlir əldə edə bilirik. Burada deyə bilərsiniz ki, niyə Monetag-dən istifadə edək? Çünki bir çox fərqli tərzdə buna bənzər platformalar mövcud. Onu qeyd edeyim ki, Monetag uzun illərdir bu biznes sahəsindədir və minlərlə çox reklamçı ilə çalışdığına görə üstəlik ən yaxşı təkliflər də ondadır. Əlavə olaraq sizə 7/24 dəstək verirlər. CPM-lər çox sürətli və yaxşıdır. Dünyanın hər yerindən trafik seçə bilərsiniz. Yəni lokasiyadan bir fərqi olmadan trafik seçə bilərsiniz və minimum payout miqdarı da $5-dır. Yəni $5 pulunuz olandan sonra belə onu çıxara bilərsiniz. Bu özəlliklərlə birlikdə Monetag digər bütün platformalardan daha yaxşı çalışır. Deməli, ilk edəcəyimiz şey Monetag-da qeydiyyatdan keçməkdir. Bunun üçün də bu səhifəyə daxil olub, üstəlik səhifənin link hissəsində, açıqlama hissəsində yerləşdirəcəm. Bu səhifəyə daxil olub create account with email və yaxud Google-dan davam edə bilərsiniz. Biz burada Google-dan davam edək. Onu mütləq qeyd edeyim ki, qeydiyyatdan keçəndə real məlumatlarınızı yerləşdirməlisiniz. Yəni ad, soyad, doğum tarixi, yaşayış və bu kimi məlumatlar doğru məlumatlar olmalıdır, yoxsa ödəmə alanda problem yaşayacaqsınız. Buradan öz mail hesabımı seçirəm və artıq qeydiyyatdan keçdik. Burada hesabımız hazırdır. Yuxarıda isə öz gəlirimizi görəcəyik. Yəni bizim gəlirlərimiz bu hissədə görünəcək və oradan da birbaşa payout ala biləcəyik. İndi gəlin baxaq görək Monetag-in içində nələr var və biz nələrə baxa bilərik. Birincisi Smart Link hissəsidir. Yəni ki, Direct Links olaraq bilinir. İnsanlara birbaşa link veririk. Daha doğrusu biz öz linkimizi Monetag-a daxil edirik. Ondan sonra həmin linki kopyalayırıq. Kopyaladıqdan sonra Monetag həmin link vasitəsilə bizim insanlara reklamlar göstərir. Əgər həmin insanlar reklamlara klik edirlərsə və yaxud maraqlı gəlirsə, o reklamları izləyirlərsə, biz onlardan pul qazanırıq. Və ən yaxşı variantlardan biri də elə Smart Link-dən istifadə etməkdir. Bunun üçün Add Direct Link dedikdən sonra Monetag bizim üçün belə bir link verəcək və həmin link üzərindən birbaşa biz insanları reklam hissəsinə yönləndirə bilirik. İkinci baxmalı olduğumuz hissə statistika hissəsidir. Burada isə aşağıda elə statistikanı görürük. Burada hansı zaman aralığında olduğunu görürük. Source olaraq hansı mənbədən gəldiyini görə bilərik. Reklam formatı olaraq hansı reklamlar olduğunu buradan seçə bilərik. Ölkəni ayrıca seçə bilərik, hansı zona olduğunu seçə bilərik və digər bütün müxtəlif formatları seçəndən sonra bizim trafikimizi, gəlirlərimizi, digər bütün reytlərimizi, yəni digər bütün statistikaları detallı şəkildə görə biləcəyik. Növbəti hissədə isə burada payment hissəsinə gəlirik. Payment hissəsində isə biz buradan ilk növbədə gəlirlərimizi görə bilirik, paymentları görə bilirik, yəni ki, hansı ödəmə yöntəmi vasitəsilə biz pulu almışıq, onları görə bilirik və buradan da öz gəlirimizi görürük. Əgər buradakı gəlir minimum $5 çatırsa, biz bunu müxtəlif variantlarla çıxara bilirik. İndi isə payment optionlara gələndə görə bilirik ki, kripto vasitəsilə, PayPal vasitəsilə, WebMoney, Payoneer, Wire, digər Revolt və sair bank vasitələri ilə biz ödənişimizi ala biləcəyik. Və əlavə olaraq da affiliate hissəsi var ki, bu da referral proqram adlanır və siz öz referallarınız üzərindən %5% bir gəlir əldə edə bilərsiniz. Hansı ki, sizin linkiniz vasitəsilə birbaşa platformaya qoşulurlar. Bu hissədə də bu detalları qəbul edəndən sonra accept-ə basırıq və bizim üçün artıq bir referral hissəsi verəcək, yəni referral linki verəcək və həmin link vasitəsilə qeydiyyatdan keçən insanların gəlirlərindən də biz %5% bir bonus ala bilirik. Deməli, gəlin göstərim indi bu Smart Link-dən necə pul qazanmaq olar. İlk növbədə Smart Link səhifəsinə daxil oluruq. Səhifəyə daxil olandan sonra buradan Get Smart Link seçəndən sonra bizi belə bir səhifəyə atacaq. Burada biz linklərimizi görəcəyik. Linklər hissəsinə gələndən sonra buradakı linkləri seçirik. Məsəl üçün, bu linklərin hər hansı birini seçib biz öz bloqumuzda, sosial media postlarımızda və demək olar ki, insanların olduğu, trafikin olduğu hər yerdə istifadə edə bilərik. Məsələn, tutaq ki, özümüzə belə bir veb-sayt və yaxud bloq yaratmışıq ki, bu bloqun da mövzusu tamamilə sizdən asılıdır. Yəni hansı mövzunu xoşlayırsınızsa, o mövzuda yarada bilərsiniz. Bu sosial media üçün də keçərlidir və buradakı düymələrin hər hansı birinə biz öz linkimizi yerləşdirə bilərik. Tutaq ki, linkimizi buraya yerləşdirəndən sonra add button dedikdən sonra artıq bu düymə insanları birbaşa həmin təklifə və yaxud reklama yönləndirmiş olacaq. Yəni bu link bizim veb-saytımızda, bloqumuzda və yaxud postlarımızda yerləşəndən sonra insanlar həmin reklamla, həmin məhsulla və yaxud həmin təkliflə maraqlı olsalar, həmin təklifə klikləsələr, biz də onlardan birbaşa pul qazanmış olacağıq. Beləcə statistika hissəsinə gəlib buradan bizim linkimizdən istifadə edən insanları da və qazandığımız pulları da görə biləcəyik. Belə, bu videonun daha sonuna gəldik. Əgər siz də sosial mediadan və trafikdən istifadə edirsinizsə ya da mail listiniz varsa, insanlarla çox əlaqəlisinizsə və yaxud öz veb-saytınız varsa, Monetag-dən istifadə edərək onları, yəni gələn trafiki gəlirə çevirə bilərsiniz. Əgər elə indi eləmək istəyirsinizsə, açıqlama hissəsinə baxın, orada mən sizin üçün lazım olan bütün məlumatları və linki yerləşdirmiş olacağam. Hələ sözünüzə yaxşı baxın, növbəti videolarda görüşərik.